Lənkəran icra başçısı Taleh Qaraşov. Taleh müəllim şəhidimiz olan Vüsal Kazımovun anım günündə özüm şəxsən orada iştirak etmişəm və Lənkəranlılar haqqında çox gözəl sözlər və şəhid ailələrin haqqında çox gözəl sözlər bildirərək çıxışını davam etdi və şəhidimizin xatirəsini hörmətlə andı. O qədər xoşa gələn bizim Lənkəran haqqında və Lənkəran ahali haqqında, 44 günlük müharibənin birliyi haqqında, vətənpərvərliyi haqqında o qədər gözəl çıxış etdi ki, mən bir Lənkəranlı olaraq öz əl işimi hörmət naminə Taleh Qaraşova hədiyyə edərəm. Lənkəran icra başçısının Lənkəran haqqında o cür xoşa gələn və müharibə zamanı Lənkəranlıların birliyi haqqında, bir olub vətənini necə sevərək və şəhidlərimizin ailələri haqqında və vətənpərvərliyimizi o qədər xoş cümlələrlə tamamladı ki, mən bir Lənkəranlı olaraq hörmətlə bu cür əl işimi Taleh müəllimə hədiyyə edərəm. Allah ömrünə bərəkət versin. Allah cəmiyyət şəhidlərimizin ruhunu şad eləsin.